Cəmiloğlu Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdalgülavlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskovada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki Görüş filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə Ögey Ana filminə dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent olub, rejissor köməkçisi işləyib, aktyorluq edib, üstəlik rejissor kimi filmlər də çəkib. Son filmi Fəryad olub. Özü bu filmi görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmazsa filmin premyerasında iştirak etsin. Ceyhun Mirzəyev martın 5-i 1993-cü ildə vəfat edib. Fəryad filmindəki sücaətinə görə Bakılı cəmiyyətinin Humay mükafatına layiq görülüb.